Elhamdülillahi Rabbil alemin ve salatu ve selamu ala Resulillahi ve ala alihi ve ashabihi ecma'in. Rabbi şrah li sadri ve yessir li emri ve ahlul uqdeten min lisani yefqahu qavli. Allahümme allimna ma yenfa'na ve enfa'na ma allamtana ve zidna ilme amma ba'd. Hörmətli müsəlmanlar, qardaş abazlarım və dinləyicilər, Buluğul Maram kitabında qaldığımız yerdən davam edirik və biz artıq bugün 3-cü fəsilə keçid alacaq. Hansı ki, 3-cü fəsildə İbn Həcər Əl-Əsqalani rahimehullah fəslin adını belə qoyur ki, nəzasətin təmizlənməsi və onun bəyanı fəsli və ümumiyyətlə bu barədə İbn Seym rahimehullah buyurur ki, şərhində bu ardıcıllıq, yəni şeyxin gətirdiyi 3-cü fəsil müəllifin və bir çox alimlərin seçdiyi ardıcıllıqdır. Və belə ki, müəllif suyun nə vaxt nəcis olduğunu zikr etdikdən sonra onun nə ilə təmizlənəcəyini qeyd elədi. Və biz deyirik ki, su nəcis olduqda bir neçə yolla təmizlənir. 1. Əgər suda yaranmış dəyişiklik itərsə, su təmiz olar, su təmizlənər. Əvvəl qeyd eləmişdik ki, əgər suyun rəngi və ya dadı və ya iyi bu üçündən biri dəyişərsə, artıq o su nəcis su sayılır, murdar su sayılır. Nəzasətlə dəyişərsə, o su nəcis su, murdar su sayılır. Yəni ondan dəstəmaz üçün istifadə eləmək olmaz və ondan quslamaq üçün istifadə eləmək olmaz. Və əgər dadındakı, rəngindəki və iyindəki bu dəyişiklik yox olarsa və həmin su təmiz və təmizləyici, yəni tahur su sayılır. Bu dəyişiklik istər insan müdaxiləsi ilə olsun, istərsə uzun müddət qalma səbəbi ilə olsun, istərsə də hər hansı bir səbəblə itməsinin fərqi yoxdur. Yəni nəcis aradan qalxıbsa, su təmiz və təmizləyici sudur. Əgər nəcis mövcuddursa, murdarlıq mövcuddursa, deməli o su murdar sudur, nəcis sudur. Və ona görə də alimlər qayda olaraq gətiriblər ki, el-hukmu yeduru ma'illətihi vücudən və adəmə. Hökm, yəni öz səbəbi ilə yəni dövr eləyir, fırlanır. Əgər nəcislik varsa, su nəcisdir. Əgər nəcislik aradan qalxıbsa, deməli nəcislik aradan qalxıb, su təmizdir və təmizləyicidir. Və ikincisi isə nəzasəti itənə qədər üzərinə su əlavə etməklə həmin bulaşıq su, nəcis su təmizlənə bilər. Üçüncüsü, əgər suyun çox olduğunu fərz etsək və onun dəyişmiş hissəsini çıxarıb atsaq, yerdə qalan dəyişməmiş hissə tahur hissədir, təmiz və təmizləyici olan sudur. Sonra isə suyu qeyd etdikdən sonra torpağın təmizlənməsi necə olur? Torpağın təmizlənməsi nəzasət olan yerə su tökməklə baş verir. Əgər yerdə, yəni nəzasət bir kütlə, yəni bir nəcis varsa, insan nəcisi və yaxud da itin nəcisi və bu kütlə halındadırsa, əvvəlcə o kütlə oradan uzaqlaşdırılır, sonra isə qalan izin üzərinə su tökülür. Yəni, tutaq ki, torpağın üzərinə düşən bir nəzasət var, bir ifrazat var. Biz əvvəlcə həmin yəni ifrazatı, həmin nəcisi oradan götürürük, uzaqlaşdırırıq, sonra qalan izin üzərinə su tökürük. Və sonrası buyurur ki, İbn Seym rahimehullah, əgər bu qurumuş qandırsa, əvvəlcə qanı təmizləyirik, sonra isə izin yox olması üçün üzərinə su tökürük. Burada bir məsələ ortaya çıxır. Nəzasəti təmizləmək üçün niyyət şərtdir, yoxsa yox? Cavab olaraq elm əhli qeyd edib ki, xeyr. Nəzasəti təmizləmək üçün niyyət şərt deyil. Çünki bu, yerinə yetirilməsi əmr olunan bir ibadət deyil. Əksinə, uzaqlaşdırılması, aradan qaldırılması tələb olunan bir murdarlıq, bir çirkinlikdir. Əgər nəzasət uzaqlaşdırılıbsa, aradan götürülübsə, həmin məkan təmiz məkandır. Və yaxud da paltardan uzaqlaşdırılıbsa, həmin paltar təmiz paltardır. O paltarla namaz qıla bilərsən
həmin məkanda namaz qıla bilərsən. Və həmçində fərz eləyək ki, damdan asılmış bir paltarı nəzasət dəyib, sonra isə yəni yağış yağıb və sahibi heç bilmədən də niyyətində paltarın təmizlənməsini tutmadan da belə həmin yağış o nəzasət, paltarda olan nəzasəti təmizləyib aradan qaldırıb. Və biz deyirik ki, bu halda artıq paltar təmiz paltardır. Və yaxud da paltar bir su hovuzuna düşərsə, su hovuzunun içərisinə düşərsə və nəzasət yox olarsa paltardan, paltar niyyətsiz belə təmiz sayılır. Və sonra alimlər qayda gətiriblər ki, Nəzir İbn Hüseyn rahimehullah buyurur, "Ennel aslı fil əşya tahara." Əşyalarda əsl olan təmizlikdir. Onların nəcisliyinə dair dəlil olana qədər. Yəni misal olaraq, əgər iki kişi mübahisə eləsə, iki müsəlman kişi mübahisə eləsə və biri desə ki, filan şey nəcisdir, digər desə ki, xeyr təmizdir desə, biz bu zaman deyirik ki, Allahın kitabından, Rasulunun sallallahu aleyhi ve sellem sünnəsindən və elm əhlinin icmasından bir dəlil gətirilməyincə təmizdir deyənin sözünü əsas götürürük. Təmizdir deyənin sözünü qəbul edirik. Bu birinci məsələ. İkinci məsələ isə, daha doğrusu bunun ardı olaraq qayda, ənnə fil əşyə'əl hil. Əşyalarda əsl olan halallıqdır. Haramlığına dəlil olana qədər. Yəni buna da misal deyə bilərik ki, yəni yenə iki kişi, müsəlman kişi yeyilən bir şey barəsində mübahisə eləsələr, biri halaldır, digəri haramdır desə, biri halal, digəri haramdır desə, Allahın kitabından, Rasulunun sallallahu aleyhi ve sellem sünnəsindən və elm əhlinin icmasından bir dəlil gətirilməyincə halaldır deyənin sözü əsas götürülür. Deməli, bu iki qayda əşyalarda əsl olan təmizlik və halallıqdır. Qaydası mühüm qaydalardandır və bu qayda Allahın bu ayəsindən götürülüb, bu ayəsindən qayda olaraq çıxarılıb. Yüce Allah buyurur, "Huvellezî xalaqa lekum mâ fil ardı cemî'a." Yer üzündə nə varsa hamısını sizin üçün yaradan odur. Əgər bir şey bizim üçün yaradılıbsa, deməli o bizim üçün halaldır və nəcis deyil. Və bu həqiqətən də mühüm olan qaydalardan biridir. İkinci qayda. Alimlər deyiblər ki, bir şeyin haram olması o şeyin nəcis olmasını gərəkdirmir. Buna misal olaraq qeyd eləyə bilərik. Misal üçün zəhər. Zəhərin qəbulu haramdır. Olmaz. Yəni bu insanın canına qıymaqdır, məxluqatın canına qıymaqdır və bu haramdır. Lakin hissi olaraq isə nədir? O əgər insana toxunarsa, dəyərsə bu nəcis sayılmır. Və ikincisi isə bir şey nəcisdirsə o həmin şeyin haram olduğunu gərəkdirir. Yəni misal olaraq qeyd eləyə bilərik, itin ağız suyu nəcisdir, murdardır və təmizlənməlidir əgər harası dəyibsə. Və həmçinin də bu həmin heyvanın haramlığına da bir sübutdur, bir dəlildir. Və bu müqəddimə idi. İnşallah ki, növbəti dəfə hədisləri keçid alacaq və birinci hədis şərabdan sirkə düzəldilmə haqqında olan hədisdir. Uca Allah bizləri eşidib yaxşısını tabi olanlardan eləsin. Subhanəkəllahumma hamdik. Əşhədu en la ilahə illə ent. Əstəğfiruke və etûbü ileyk.